İmam Sadiq əleyhissalamdan bir hədis var. İmam Sadiq əleyhissalam buyurur: hər kəs ki bizim mövlud günümüzdə, şən günümüzdə, sevincə, bizim qəm günümüzdə, bizim pis günümüzdə, matəm günümüzdə kədərlənsə, hüzünlənsə, bizi sağlığında ziyarət etmiş kimidir. Son neçə illər ərzində görürük ki, şiələr mövlud keçirirlər, tort kəsirlər, nə bilim İmam Əli əleyhissalamdan, Əhl-i-Beyt əleyhissalamdan, surud oxuyurlar və s. Əcəb deyirlər, yaxşı. Bir çox insanlar qıcıqlanırlar, narahat olur, əsəb keçirir. Nəyə əsəb keçirirsiniz? Nəyə qıcıqlanırsınız? Nəyə narahat olursunuz bu məsələyə? Məgər səhih bir hədis gəlibmi ki, Peyğəmbərdən ki, mövlud keçirmək haramdır, mövlud keçirmək olmaz və yaxud da imamlarımıza hədis gəlibmi ki, bizim üçün mövlud keçirmir, bizim üçün mövlud qeyd eləməyin. Bu nə dəxlisi? Vay şiələr Allahdan başqası şərik qoşdu. Vay şiələr Allahdan başqasını ibadət elədi. Nə dəxli var bu mövludun ibadətinə? Nə dəxli var bu Allah'a şərik qoşmaqla? Nə önəmsiz bir məsələdir axı bu? Yəni həqiqətən adam baxırsan, görürsən ki, mövlud gündə qanqarasıq salırlar. Ay nə bilim, bu mövlud İrandan gəlib, nə bu mövlud hardan gəlib, bu İslamda bir yoxdur. Sizin İslamda nə anlayışınız var? Siz İslamda nə bilirsiniz, nə bilginiz var sizin İslamdan? Belə müctəhidsiniz, alimsiz, tələbəsiz, ən azı ruhanisiz, dini səlahiyyətiniz var. Siz adi bir belə pistirməz, orta bir dənə məktəb qurtarmışsınız. Nə İslamla anlayışınız var? Bir dənə diş həkimine gedib deyirsən ki, ay diş həkim bunu belə eləm, onu elə. Bir dənə professor gedib deyirsən ki, bu məsələ deyib, məsələ elədir. O hər bir insanın bir bildiyi bir məsələ vardır. Siz bilmədiyiniz məsələ haqqında niyə danışırsınız? Bilmədiyiniz məsələ haqqında niyə müzakirə edirsiniz? Şiələr mövlud keçirirlər, əcəb eləyirlər, yaxşı eləyirlər. Nə dəxli var onun sizə? Nəyə bu görə bu qədər narahat olursun, qıcıqlanırsan? Ay, şiələr belə elədir, şiələr əcəb eləyirlər, yaxşı eləyirlər. Şiələr mövlud keçirə bilməz. Şiələr mövlud qeyd eləyə bilməz. Öz imamları, hər bir insan öz sevdiyi üçün bir mövlud keçirir. Məsələn, bir insanın atası, anası dünyasını dəyişir. Onun üçün mövlud keçirdilər. Ən azı onu, belə deyək də, anırlar onu. Və yaxud da yenə də deyirəm, bir şəhid atası, şəhid anası, Allah şəhidlərimizə rəhmət eləsin, öz övladı dünyasını dəyişir, şəhadətə çatır, şəhadət məqamına yüksəlir, onun üçün az gün keçirirlər, mövlud keçirilir. Bu nəyi pisdir? Əgər bunu eləyirsə, demək şəhid ailələri də bunu eləməməlidir, qazi ailələri də bunu eləməməlidir. Əgər bu pis əməldirsə, şəhidlər zikr elə, nəyi pisdir bunu? Ayrıca deyirsiniz ki, şəhidlərimizə canımız qurban, şəhidlərimiz belədir. Biz İmam Hüseyn əleyhissalam şiələrin ağası, şiələrin gözünün nuru, şəhidlərin sərvəri olan üçün mövlud keçiririk. Əgər bunu eləmək haramdırsa, imamlarımıza hədis gətirimizə ki, mövlud keçirmək haramdır. Bu qədər də olmazdı. Həqiqətən adam istənir ki, şiələr üçün mövlud keçirir, şiələr nə bilim belə eləyir. Şiələr əgər keçirirsə, sən niyə qıcıqlanırsan, sən niyə narahat olursan? Məhərrəmli əzadarlıq belə bəhanə edirsiniz, mövludu belə bəhanə edirsiniz. Nədir sizin problemimiz? Sizin problemimiz birbaşa Əhl-i-Beytlə qurtardı getdi. Allah belə insanlara hidayət etsin. Əgər hidayət etməsə, Allah məhv nəbud eləsin.